Bunu müzakirə eləyir hal-hazırda. Ümumiyyətlə, Donald Trumpın iştirak elədiyi tədbirdə baş verən atışma ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Kimsə deyir ki, bu elə qəsdən qurulma bir hal idi, bəlkə də Trumpın elədiyi bir məsələ idi. Bəs sizin fikirləriniz maraqlıdır bununla. Siz nə düşünürsünüz? Bilirsiniz, Amerika Birləşmiş Ştatlarının prezidentlərinə qarşı zaman-zaman sui-qəsdlər olub. Lincolndan bəri, məsələn, o teatr lojasında güllə ilə vuruldu, Reagana qarşı, Nixona qarşı. Demək olar ki, Amerika prezidentləri çox vaxt sui-qəsddən qurtula bilmirlər. Ya həlak olurlar, ya da yaralanırlar. Donald Trumpın özünə də bir dəfə sui-qəsd təşkil olundu, mitingdə yaralandı. Amma düşünürəm ki, burada hər hansı bir Donald Trump burada özü qurmayıb bu işi. Məsələn, deyirlər ki, bu ssenaridir, öz mövqeyini gücləndirməyə çalışır seçki qabağı. Amma hesab edərəm ki, bu belə deyil. Çünki keçirilən tədbir çox önəmli tədbir idi. Təbii ki, müəyyən təhlükəsizlik tədbirləri heç vaxt, heç yerdə yüksək səviyyədə olmur. Məsələn, Amerikada da prezidentlərin mühafizəsinə də fikir versək, nə qədər yüksək səviyyədə mühafizə, məxfi əməkdaşlar... Bax, o məsələ çox qəribədir ki, bu qədər güclü mühafizə sistemi olan Trump necə yəni belə bir cavan oğlanı gözündən qaçıra bildilər? Amma bilirsiniz, bu həmin salonda baş verməyib. Bu salondan digər kənar bir binada üzbəyiz yerdə baş verib. Təbii ki, atışma olub və həmin də adamın ola bilər ki, niyyəti ilə içəri girib prezidentə qarşı bu sui-qəsdi həyata keçirmək olur. Halbuki niyəsə boynuna almırdı bunu? Amma bilirsiniz, təbii ki, boynuna almayacaq. Yəni ki, qeyd edirdi ki, sanki prezidentə deyildi onun atdığı atəşlər, onun yanındakı olan şəxslərə deyil. Yox, mən düşünürəm ki, Donald Trumpa qarşı bu həyata keçirilmiş. Çünki Donald Trump, bilirsiniz, həm Amerika daxilində, həmçinin beynəlxalq müstəvidə biraz ziddiyyətli siyasətçidir. Bir tərəfdən İrana qarşı müharibəsi və onun mövqeyi, nitqləri, çıxışları müəyyən qədər Amerikada, müəyyən kəsimdə də bir növ ona qarşı ikrah hissi yaradır və Amerikada da bilirsiniz ki, vətəndaşlar silah almağa sərbəstdir, qanunlar onlara icazə verir. Bir çox ştatlarda hər bir Amerikanın evində demək olar ki, silah var və istədiyi və silahlanır, bir yerə hücumlar təşkil edir. Biz bunu kütləvi informasiya vasitələrində də görürük. Mən düşünürəm ki, bu bir növ Trumpa qarşı bir qəzəb idi, bir şəxs tərəfindən sadəcə olaraq evində silahı götürüb prezidentə qarşı bu sui-qəsdi həyata keçirməyə çalışır və alınmadı, təbii ki, zərərsizləşdirdi. Amma düşünmürəm ki, Trump bunu senariləşdirib və özünün müsbət imicinin formalaşmasını üçün bunu hazırlayıb. Qeyd edirlər, konspiroloji fikirlər həyata keçirirlər, amma mən belə düşünmürəm. Bəs fikrinizcə, Məhəmməd bəy, Trump bir siyasətçi olaraq bu məsələni öz xeyrinə necəsə çevirəcəyi? Təbii ki. Çevirdimi? Çevirdi. Çünki, məsələn, Donald Trump prezident seçkiləri ərəfəsində təbliğat təşkilat kampaniyasında onun mövqeyi kifayət qədər zəif idi. Kamala Harris demək olar ki, rəis qruplarında da onu üstəlirdi. Amma Donald Trumpa sui-qəsd təşkil olundan sonra birdən-birə onun demək olar ki, mövqeyi kifayət qədər gücləndi. Mən düşünürəm ki, bundan da Donald Trump kifayət qədər öz müsbət imicinin yaradılması müstəvisində istifadə edəcək. Necə ki, istifadə edir. Bir növ yazıq forması. Bilirsiniz, cəmiyyətlərdə, publikada müəyyən bir şəxsə sui-qəsdlər həyata keçiriləndə, müəyyən nəsə olanda bir növ ona qarşı müsbət bir fikirlər olur. Ona görə də qurban pozisiyasıdır. Bəli, ona görə Trump bundan kifayət qədər istifadə edir və növbəti seçkilər gəlir, aralıq seçkiləri. Hətta demokratlar belə olayları, məsələn, demokratlar qeyd edir ki, Donald Trump bu ssenarini tətbiq edib özünü qurban kimi verməyə, müsbət imicinin formalaşması. Yəni, onlar bunu bir növ öz daxili mübarizəsi kimi də istifadə edirlər. Təbii ki, Donald Trump bundan istifadə edəcək kifayət qədər həm dünyada, həmçinin Amerika daxilində özünü qurban olduğunu və reytinqlərini qorxmadığını, mübarizə aparacağını və prezidentlik peşəsi nə qədər çətin olduğunu da vurğuladı. Məhəmməd bəy, digər bir məsələ. Demək, Trump öz çıxışında qeyd eləmişdi ki, Amerika nümayəndələrinin Pakistana səfərini ləğv elədikdən dərhal sonra 10 dəqiqə ərzində biz yeni təkliflər aldıq və onlar xeyli yaxşıdır.
Lakin Ərakçı deyib ki, Amerikanın diplomatiyaya nə dərəcədə hazır olduğunu müəyyən etmək üçün hələ də müşahidə aparmaq lazım. Həqiqət kimin tərəfindədir? Bilirsiniz, həqiqət beynəlxalq hüququ təbii ki, İranın yanındadır. Bir dövlət gəlib digər ölkəyə qarşı hücum edir, onu kapitulyasiya məcbur edir. Amma fikir verək ki, İranda dinc dayanıraq. Yaxın şərqdə öz göstərisi mövqeyini həyata keçirir, qonşularına qarşı təhdid, təzyiq siyasəti, nüvənin zənginləşdirilməsi və bundan növbəti mərhələdə silah kimi istifadə etməsi də qaçılmazdır. Biz baxaq, bu günləri İranın raket arsenalına mənzili 4000 kilometr ballistik raketləri var, 2000 kilometr. İran, sənin nəyinə lazımdır bu silahlar? Niyə qonşularına yüksək səviyyədə münasibətlər yaxşılaşdırmırsan? Yəni, İranda da var, təbii ki, bu problemlər. Amma danışıqlar prosesinin indi hazırda dondurulması, dalana dirənməsi ilk növbədə burada mən hesab edirəm ki, İran tərəfi məsuliyyət daşıyır. Xüsusilə Sepah, çünki İranda mülki hakimiyyət, prezident Məsud Pezeşkiyan administrasiyası, diplomatlar Amerika Birləşmiş Ştatlarının orta məxrəcə gəlməyə çalışır. Amma İranda hərbi çevrilişlə hakimiyyəti ələ alan İslam keşikçiləri korpusu Sepah, onlar tamamilə diplomatlara sıxışdırır. Amerika ilə hər hansı bir razılığa getmək istəmirlər. Bilirsiniz ki, hərbiçi təvəkkülüdür. Bunlar İran-İraq müharibəsində iştirak edən veteranlardır, diplomat deyirlər, döyüşçü, hərbiçi, general mündüründə. Onlar nə düşünməlidir? Təbii ki, döyüşmək, ölmək, axıra qədər buna getmək. Sepah bundan ibarətdir. Bəli. Və ümumiyyətlə biz istəyirik bu məsələni biraz da geniş müzakirə edək. İzninizlə reklamlara keçid alaq, daha sonra müzakirə edək bunu. Bu dəfə gələn qonaq deyil, mənzil sahibi olmağın üçün bir fürsətdir. City Garden Nərimanovda 58 kvadrat metrdən 170 kvadrat metrə qədər 2 otaq studiya, 3 və 4 otaqlı seçimlərlə tam təmirli hazır mənzillər satışdadır. 17 hektardan çox yaşıllıq, istirahət və idman zonaları ilə burada həyat şəhərin içində, amma onun səs-küyündən uzaqdadır. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə özün üçün ən yaxşısını seç. Ətraflı Ulduz 1544. Onun inanılmaz qoxusu var. Yad adam! Yad adam! Mən də dəniz qulduruyam. Baxın nə tapdım. Bu Old Spice'ın yeni 24/7 qalıcı dezodorantıdır. Heç kimin qoxusu belə uzun müddətli gözəl qala bilməz. Mən dəniz atındayam. Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun. ATV Plus, zamanın nəbzi. Bu dəfə gələn qonaq deyil, mənzil sahibi olmağın üçün bir fürsətdir. City Garden Nərimanovda 58 kvadrat metrdən 170 kvadrat metrə qədər 2 otaq studiya, 3 və 4 otaqlı seçimlərlə tam təmirli hazır mənzillər satışdadır. 17 hektardan çox yaşıllıq, istirahət və idman zonaları ilə burada həyat şəhərin içində, amma onun səs-küyündən uzaqdadır. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə özün üçün ən yaxşısını seç. Ətraflı Ulduz 1544. Efirimiz davam edir, əziz tamaşaçılarımız və efirimizin qonağı politoloq Məhəmməd Əsədullahzadədir. Məhəmməd bəy, bir daha sabahınız xeyir olsun. Elə istərdik onunla davam eləyək ki, bilirik ki, Ərakçı Omandakı danışıqlardan sonra Pakistana qayıtmağı, oradan isə bugün birbaşa Rusiyaya yollanmağa planlaşdırır. Çünki Putinlə görüşəcək. Fikriniz maraqlıdır ki, bugünkü görüşdə müzakirə olunan əsas məsələlər, vurğular nəyə istiqamətlənəcək? Daha sonra ikinci raund baş tutacaqmı Amerika ilə İran arasında? Bilirsiniz, artıq İran tərəfi təkliflərini hazırlayır. Çünki İran tərəfi çıxılmaz vəziyyətdədir. İqtisadi blokada İrana 100 milyonlarla dollar ziyan vurur. Məsələn, bir aydan sonra, 2 aydan sonra İranda hiperinflyasiya olacaq, sosial vəziyyət ağırlaşacaq, 90 milyon əhalini yedizdirmək lazımdır. Onlar etiraza qalxar. Çünki Donald
Tramp İrana qarşı iqtisadi blokadanı həyata keçirir. Görünür, Araqçı ikinci dəfə Pakistana səfər edir. Çünki onlar yenidən Amerikaya öz təkliflərini verəcəklər və düşünürəm ki, Pakistan vasitəsilə Çinlə də bu məsələ təbii ki, müzakirə olunur. Amerikan təklifləri, həmçinin İran təklifləri, cavab tədbirləri, həmçinin Rusiya ilə də. Çünki bu müharibə təbii ki, Rusiya, Çin, İran oxu ətrafında Amerika bu zənciri qırmağa çalışır. Ona görə İrana hücum edib. Ona görə də İran öz tərəfdaşlarını, öz strateji müttəfiqləri ilə bu məsələləri müzakirə edir və hesab edirəm ki, danışıqlar baş tutacaq. İranla Amerika orta məxrəcə gələcək. Çünki İran çıxış yolu yoxdur. Növbəti mərhələdə bu belədir. Çinlə də bu məsələlər razılaşdırılandan sonra Amerika ilə təbii ki, Rusiya da İranla bu məsələləri danışacaqlar və hesab edirəm ki, artıq İran demək olar ki, son mərhələdədir. Amerika ilə razılığa gələcək. Donald Trump nə qədər lazımdır, İran tərəfində sıxır, iqtisadi, siyasi, hərbi təcirləri həyata keçirir. Ona görə də Araqçı təbii ki, praqmatik insandır, reallıqlara uyğun hərəkət edir və düşünürəm ki, proses müsbətə doğru gedər. Çünki növbəti müharibə bu artıq regional müharibə olar. Dünyanın iqtisadiyyatını demək olar ki, çökdürə bilər növbəti müharibə. Təşəkkür edirəm Əhməd bəy, gəldiyiniz üçün, ətraflı şərh etdiyiniz üçün. Əziz tamaşaçılarımız, efirimizin qonu